Major depressiya beyin kimyasının pozulması ilə bağlı bədənimizin bəzi funksiyalarının itməsinə gətirib çıxardan bir beyin xəstəliyidir. Nələr görürük major depressiya tablosunda? Əsasən əhval-ruhiyyə düşkünlüyü, ruh halında bir çökgünlük, qaramsarlıq kimi hallar görünür. Zehinsel funksiyalarında azalması, bir hədəfə köklənə bilməmək, mövzu ətrafında söhbəti davamlı apara bilməmək kimi hallar görünür. Cinsel funksiyalarda da azalma, iştah və yuxu dəyişiklikləri də major depressiyalarda görülə bilir. Gündəlik işlevsəllikdə də azalmalar görünür. Bu, yaşa və gördüyü işə görə dəyişə bilər. Əgər tələbədirsə, dərslərindən geri qalır, imtahan performansı aşağı düşür. İşləyən insandırsa, işə getmək istəmir və ya bəzən də heç getmir. Evdə olan insandırsa, ev işlərinə qarşı həvəssizlik, bəzən ailəyə, uşağın baxımına qarşı belə həvəssizlik yarana bilir. Əgər bu tipli əlamətlər görürsünüzsə, mütləq dəstək almağı unutmayın.